Belə bir Launch Debescar 7 aparatı getiriblər. Yəni orijinaldır. O X431 V5 aparatıdır, proqramı ilə işləyən aparatdır. Çamadanda gələn, yəni zavod tərəfindən verilən proqramda bilirik ki, orada 130 markadır. Bir çox markalar yoxdur, elektromobillər yoxdur. Ona görə qardaşımız istədi ki, biz ona həm də X Pro 5-ə salaq, həm öz proqramında, öz planşeti ilə işləsin, həm də əlavə bir planşetdə. Demək, X Pro 5 proqramını yazdıq. İndi qeydiyyata salırıq onu. Demək, bu orijinal Debescar 7-lərdə, yəni öz proqramı olan fərqi yoxdur. CRP 919 olsun, V5 olsun, X431 mini aparatları olsun və digər bu kimi aparatlar fərqi yoxdur, fərq eləmir. Onları proşifka dəyişmədən, zavod proşifkası dəyişilmədən istənilən serverə qeydiyyat eləmək olar. Mən buna hazırda həm XYaqa, həm X Pro 5-ə qeydiyyat eləmişəm. Həm öz proqramında, öz planşeti ilə işləyir, həm də ki, həm XYaqa, həm X Pro 5-də, yəni problem yoxdur işləməyində. Heç bir proşifka, mikrokontroller, обеспечение, обновление getmədən çox rahat şəkildə işləyir. İndi qardaş üçün yazırıq Olca 2 planşeti, 2 proqramı. X Pro 5-də açacağıq avtomobilləri, elektromobilləri, İMO'nu, yük maşınlarını, bütün paketi açıb qardaşa təhvil verəcəyik.